Salam, hər vaxtınız xeyir. Mən riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə ümumi sınaq imtahanı 2-nin riyaziyyat suallarının izahını təqdim edəcəm. Qeyd etmək istəyirəm ki, kursumuz tərəfindən ibtidai sinif müəllimləri üçün ümumi sınaq imtahanları keçirilir ki, siz də bu sınaq imtahanının ilk dördündən ödənişli şəkildə yararlana bilərsiniz. Sınaq imtahanından qeydiyyatdan keçmək istəyirsinizsə, əgər 051 595 1091 nömrəsi WhatsApp-na yaza bilərsiniz. Nömrəni bir daha burada qeyd edirəm. 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilərsiniz. Qeyd etmək istəyirəm ki, ilk 4 sınaq ödənişsizdir. Gəlin vaxt itirmədən sualların izahına baxaq. Deyir, sürətləri fərqi 56 olan iki avtomobil eyni anda əks istiqamətdə hərəkətə başladılar. Yəni V2-dən V1-i çıxanda sürətlər fərqi 56-dır. Deyir ki, 6 saat sonra onlar arasındakı məsafə 552 kilometr oldu. Əks istiqamətdə hərəkətə başlayıbsa, sürətlər toplanılır. V1 ilə V2-nin sürəti toplanılır. Sürəti tapmaq üçün 552-ni 6-ya bölürük. Bu da eləyir, deməli, 8 dəfə düşür 48. 48-in də içərisində deməli, 9 dəfə hətta düşər 54, 92 olar. Tərəf-tərəfə toplasam əgər, V1-lər gedər, 2V2 bərabərdir 848-ə, V2 bərabərdir 74-ə. Bir tərəf 74-dürsə, deməli, V1-i tapmaq üçün 74-dən çıxıram 56-dan. Eləyir 8, 18. Deməli, sürəti az olan avtomobil saatda neçə kilometr yol gedir? 18 kilometr yol gedir. Daha sonra, burada doğru cavab C variantı. Daha sonra deyir, Əli işi x günə, Sənan isə x bölünsün 3 günə yerinə yetirə bilir. Onlar birlikdə həmin işi 6 günə yerinə yetirirlərsə, x günə yerinə getirirsə, deməli, bir günə işin x-də bir hissəsidir. X bölünsün 3 günə yerinə yetirirsə, deməli, bir günə işin tərsi, yəni x-də 3 günü. Bunların cəmi bərabərdir 6-da 1-ə. Məxrəclər eynidirsə, sürətlər toplanılır, bərabər olur 6-da 1-ə. X də bərabərdir 24-ə. Deməli, Əli bu işi 24 günə görür, yəni A variantı. Doğru cavab olacaq A variantı. Daha sonra Ayxan Eldarın yaşı da olanda, deməli, Ayxandan Eldardan söhbət gedir. Ayxan, Eldar, tutaq ki, Ayxanın X yaşı var, Eldarın Y yaşı var. Deyir, Ayxan Eldar yaşında olanda, yəni Ayxan gəlib Eldar yaşında olanda, yəni Y yaşında olanda, Eldar Ayxanın indiki yaşının yarısı qədər idi. Yəni X bölünsün 2 yaşında idi. Deyir, onların indiki yaşlarının cəmi, yəni X ilə Y-in yaşları cəmi 42-dirsə, onların yaşlar fərqini tapın. Ümumiyyətlə bilirik ki, nə olsa da insanlar arasında yaş fərqi dəyişmir. Yəni X çıx Y, Y çıx X bölünsün 2-yə bərabər olmalıdır. Onda bu tərəfi keçirdəndə, Y-ləri də bir tərəfi keçirdəndə, deməli, olur 2-də 3x bərabərdir 2y-ə. Onda 3x bərabər olur 4y-ə. Onda x 4k-dır, y 3k-dır buna uyğun olaraq. Getirib yerinə yazanda 4k üstə gəl 3k bərabərdir 42-yə. Onda 7k bərabərdir 42-yə, k da bərabərdir 6-ya. Deməli, x 24, y 18 yaşında olur. İnsanlar arasında yaş fərqi heç vaxt dəyişmir. Məsələn, Əli Vəlidən 10 yaş böyükdürsə, 10 il sonra da 10 yaş böyük olacaq. 10 il əvvəl də 10 yaş böyük olacaq. İnsanlar arasında yaş fərqi heç zaman dəyişmir. Bizə də nə deyirdi? Deyirdi, onların yaşları fərqini tapın. 24-dən 18-i çıxacam, cavab eləyəcək 6. Yəni D variantı. Daha sonra, İki eyni ölçülü dairələrin diametrləri 44-dür. Diametr 44-dürsə, bilirik ki, diametr radiusun yarısı, yəni belə deyək də, radius diametrin yarısıdır. Yəni radius 22-dir. 1R, 2R, 3R. Deməli, bunun eni, yəni belə deyək, uzunluğu 66-dır və bərabər tərəfli üçbucaq olduğu üçün 66-ı 3-ə vururam, eləyir 198. Yəni doğru cavab olur Y variantı. Daha sonra tənliyi həll edin və onun kökünün 3 mislini, 6 əsliyini tapın. Baxın, əvvəlcə buranı həll eləyəcəm. Görürsən neçədən 62-dən neçə çıxan da 21 eləyir, 41. Daha sonra 205-i neçəyə böləndə 41 eləyir, 5-ə.
Sonra yazıram 40 çıxılsın. 5-in kvadratı 25 üstə gəlinsin 221 çıx 7584 bölünsün x üstə gəlinsin 1 bölünsün 3. Deməli bölünsün 3. Aha, bərabərdir 5-ə. İndi neçədən 5 çıxanda, o 40-dan neçə çıxanda 5 eləyir? 35. Və ya neçənin üzərinə, o 25-in üzərinə neçə gələndə 35 eləyir? 10. Deməli, bura 10-dur bu möhtərisə. Yəni 221 çıxılsın, 7584 bölünsün, x üstə gəlsin 1 bölünsün 3 bərabərdir 10-a. Neçəni belə deyək, 221-dən neçə çıxanda onu eləyir? 211-i. Onda bura neçə olur bura? 7584 bölünsün x üstə gəlinsin 1 bərabərdir 633-ə. 3-ə vuranda. Bu da bu tərəfi keçirdəndə 7584 bölünsün x bərabərdir 632-yə. Deməli biz 7584-ü bölməliyik 632-yə. 7584-ü böləndə 632-yə eləyir x bərabərdir 12. Deməli, x 12-dirsə əgər, deyir 3 mislindən, 12-nin 3 mislindən 6 əsliyir. Yəni 36 çıx 6 eləyir 30. Yəni B variantı. Daha sonra deyir 159 m və n ədədlərin ədəd ortası. 159 üstürə m üstürə n gələndə ədəd orta tapanda 3-ə böləndə eləyir 153. Onda 159 üstə gəlinsin m üstə gəlinsin n bərabərdir. 153-ü vururam 3-ə. Eləyir 459. Onda m-lə n-in cəmi bərabərdir 300-ə. M-lə n-in ədədi ortası istəyirsə toplayıb bölürəm 2-yə. Bu da eləyir 300 bölünsün 2, 150. Amma təkcə bunu istəmir axı bizə deyir. Onun ədədi ortası 5 misli. Yəni 150-nin də 5 misli eləyir 750. Doğru cavab olur B variantı. Daha sonra A, B, C üçbucağında ABC bir də üçbucağıdır. A, B, C üçbucağında. AC tərəfi AB tərəfindən 2 dəfə. AC tərəfi AB tərəfindən 2 dəfə uzundur. Onda AB x-dırsa AC 2x-dır. Deyir ki, BC tərəfi isə AB tərəfindən 2 sm uzundur. BC tərəfi də AB-dən 2 sm uzun, x üstə gəl 2-dir. Toplayanda eləyir nə? 4x üstə gəlsin 2 bərabərdir 22-yə. Onda 4x bərabərdir 20-yə, x bərabərdir 5-ə. AC tərəfi olur 10, BC tərəfi olur 7. Uzunluqları hasil eləyir 70. Yəni B variantı. Doğru cavab olur B. Daha sonra bu tip suallarda bu ədədləri məsələn bir ədədə bərabər eləyir. Tutaq ki 40-a bərabərdir. A vurulsun 8 40-dırsa onda A olur 5. B vurulsun 2 40-dırsa onda B olur 20. C vurulsun 5 40-dırsa onda C olur 8. İndi bizə nə deyir? Baxın, diqqətli olun. Deyir artan sıra ilə. Artan sıra nə deməkdir? Azdan çoxa doğru. A, C, sonra da B. Yəni Y variantı. Daha sonra torbada x sayda ağ, 10 sayda qara, 16 dənə də yaşıl şar var. Deyir torbadan çıxarılan bir şarın ağ olması ehtimalı. X-i bölürəm. Əlverişli halların sayı x dənədir. Çünki x dənə ağ var. Mümkün olan isə bütün hallardır. Yəni 26 üstə gəlinsin x bərabərdir 16-da 3-ə. Çarpaz vursam 16x bərabərdir 3 vurulsun 26 üstə gəlsin 3 vurulsun x. Bu da edir nə? 16x bərabər 78 üstə gəlsin 3x. 13x 78-dirsə x 6-dır. Deməli, x-i tapın deyir, x bərabər olur 6-ya. Doğru cavab olur A variantı. Daha sonra deyir perimetri 36 cm olan bərabər tərəfli üçbucaq. Perimetri 36-dırsa deməli tərəflər 12-12-dir. Deyir üçbucağın tərəfləri üzərində qurulmuş kvadrat. Deməli kvadratın da tərəfi 12 olacaq və bu kvadratın perimetri 48 olacaq. 3 dənə qurula biləcəyi üçün 48-i vururam 3-ə. Olur 4 yazıram 2 hətdə 144. Doğru cavab olur D variantı. Daha sonra
Düzbucaqlı paralelipipedin üç üzünün sahələri uyğun olaraq düzbucaqlı paralelipipedin tam səthin sahəsi 2 vurulsun S1 üstəgəl S2 üstəgəl S3 düsturu ilə hesablanır. Yəni 2 vurulsun 10 üstəgəl 15 üstəgəl 6. Yəni bu da eləyir 31-i 2-yə vuranda 62. Doğru cavab olur A variantı. Daha sonra baxaq növbəti sual 37-dir. Sərxan, Leyla və Səbinə stikerləri öz aralarında bərabər bölməli idilər. Əvvəlcə Sərxan gəldi. Stikeri sayıb 3də birini götürüb getdi. Tutaq ki, x dənə stiker var idi. 3də birini götürdü getsə, deməli 3də 2 x-i qaldı. A deyir, sonra Leyla gəldi və birinci gəldiyini zənn edərək 3də 1 hissəsi o da götürdü. 3də 2-nin də 3də 1-ini götürdülər. Deməli 3də 2 x-in də 3də 2-si qaldı. Yəni 9da 4 x-i. Ən son Səbinə gəldi və qalan stikerin, yəni 9-da 4 x-in 3də 1-ini götürdüsə, bu da elə bilin 3də 1 hissəsi götürübsə 3də 2 hissəsi qalıb. Yəni 27-də 8 x-i qalıb. Bu bərabərdir 8-ə. Onda x bərabərdir 27-nin özünə. Deməli, əvvəlcə deyir stikerlərin ilkin sayı haqqında aşağıdakı fikirlərdən hansı? İlkin say 27 imiş. Cüt ədəddir, ona bölünür, səhvdir. Rəqəmlərin asili 9-dur, səhvdir. Bu ədədi 3-ə böldükdə 7 alınır, səhvdir. Ən böyük rəqəmimiz 9-dur. Bəli, 27 də 9-a qalıqsız bölünür. Doğru cavab olur D variantı. Daha sonra deyir, həcmi 1450 litr olan bir tanker dəqiqədə 19 və 20 litrlik su ötürə bilən borularla doldurulur. İlkin olaraq 19 litr olan bir qismi dolduqdan sonra onu bağlayıb 22 litrlik borunu açırlar və 70 dəqiqə olan bu tankerin neçə litri 19 litrlikdən. Baxın, bir 19 litrlik elə bir boru var. Bir də 22 litrlik boru var. Hərəsi müəyyən dəqiqə istifadə olunur. Məsələn, biri x dəqiqə istifadə olunursa, digəri təbii ki, cəmi 70-si 70 çıx x qədər belə istifadə olunur. Axır əvvəl 19x üstə gəlsin 22 vur 70 çıx x bərabərdir neçəyəm? 1450-yə. Vurub açanda 19x üstə gəlinsin. 0,4 yazıram bir yadda. 1540 çıxılsın 22x bərabərdir 1450-yə. Bunu keçirsən bu tərəfə. 90 bərabərdir 3x-ə. X də bərabərdir 30-a. Deməli, 19 litr 30 dəqiqə işləyir, 22 litr 40 dəqiqə işləyir. Neçə litrin 19 litrliyi doldurulmuşdu? 19-u vururam 30-a, eləyir 570. Yəni B variantı. Doğru cavab olacaq B variantı. Daha sonra deyir, bu ədədin milyonluqlar sinifinin rəqəmləri hasili. Deməli, sinifləri 3 ayırırıq. Birinci sinif təklik, minlik, milyonluq. Bu da milyardlıqdır. Minlikdir, bu da təklikdir. Deyir, milyonluqlar sinifi, yəni 7, 7, 6. Rəqəmləri hasili 7 vur 7 vur 6. 7-yi 7-yə vuranda, o da 6-ya vuranda 294 edir. Təkliklər sinifinin rəqəmləri hasili 4, 4, 8-dir. Bu da eləyir 128. Bir-birindən çıxanda eləyir 166. Doğru cavab olur A variantı. Daha sonra 40-cı suala baxaq. Deyir, x, y, z müxtəlif rəqəmli ədədlərdir. X, y, z üstə gəlsin, y, z, x üstə gəlsin, z, x, y olar bərabər 9 olsun. Yəni, bunu yazırıq, baxın, 100x üstə gəl 10y üstə gəlinsin z. Bunu yazırıq 100y üstə gəlinsin 10z üstə gəlinsin x. Bunu yazırıq 100x, z üstə gəlinsin 10x üstə gəlsin y bərabər 999-a. X, deməli, başqa x 111x üstə gəlsin 111y üstə gəlsin 111z bərabərdir 999-a. Onda hər tərəfi 111-ə böləndə x üstə gəl, y üstə gəl, z bərabərdir 9-a. Bizə deyir ki, z ən çox neçə ola bilər olsun. Bizə də deyir ki, bu x-dir, y-dir, z-dir. Bunların hamısı müxtəlif rəqəmli ədədlərdir. Onda ən müxtəlif bu z ən çox neçə ola bilər deyirsə, digər ikisi ən kiçik ədəd ola bilər. Amma heç biri 0 ola bilməz də. Çünki 0-dan başlayan 3 rəqəmli ədədim yoxdur. Ona görə biri 1-dir, biri 2-dirsə, 3, z də ən çox 6 ola bilər olsun. Yəni A variantı. Daha sonra 40-cı sualda
4 hektar çıx 2 hektar 3 ar, üstə gəlinsən 6 ar, 80 kvadrat metr, çıx 44 kvadrat metr. Bizdən kvadrat metrə çevirməyimizi istəyir hamısını. Əgər hamısını elə kvadrat metrə çevirməyimizi istəyirsə, elə hektardan da bir dəfəlik kvadrat metrə gələrəm. Bunu necə edə bilərəm ancaq? Hektardan da kvadrat metrə gəlmək üçün biz ən yaxşı belə bir şey eləyərik. Məsələn, tutaq ki, belə deyək, məsələn, 4 hektarım neçə kvadrat metrdə əvvəlcə o tapmalıyam. Əvvəlcə bilməliyəm ki, çevrilmə düsturlarına görə 1 hektarım neçə ardı. Neçə ardı oradan da kvadrat metrə çevirərəm. Deməli, yazacağam 1 hektar bərabərdir. 1 hektar hektar sahə vahididir. Ara keçəndə sahə vahidləri bir-birindən 100-100 artır. Məsələn, 1 hektar 100 ardır. Bir arım isə 100 metrin kvadrat metrdir daha doğrusu. Onda bu 4 olacaq nə? 4 yanında 40 min də yəni olacaq. Çıxılsın 2 hektar yəni 20 min, 3 ardı 20 min, 3 ardı 300 olacaq. 20 min 300. Aha. Deməli, çıxanda eləyəcək bu 700, bu da olacaq 9. Deməli, bu da olacaq 1. 19.700. Daha sonra 6 ar 80 kvadrat metr. Yəni 6 arım 680 olacaq. Bu da toplayanda 80, 3 yazıram bir yadda 20.380. Ondan da çıxıram 44'ü 6, 7, 3, 3, 20.336. Yəni Y variantı. Daha sonra 42. Bir dəqiqə 41'i keçdik deyəsən. Aha. 42. 2 natural ədədin hasili 5120-yə bərabərdir. Vuruqlarından birini 4 dəfə artırıb, digərini 10 dəfə azaltsaq, alınan ədədlərin hasili neçə olar? Demək, 2 dənə natural ədədin hasili 5120-dir. Vuruqlarından biri x-dir. O 4 dəfə artıranda 4x, y-i də 10 dəfə azaltsam, böl y, bərabər eləyəcək 4x, y böl 10-a. Bu da eləyəcək nə? 4 vurulsun 5120 böl 10. Ondan 0 gedir. Bu da eləyir 2048. Yəni doğru cavab olur C variantı. Daha sonra deyir ədəddən 28 çıxdıqda bir ədədim x-dir. Ondan 28 çıxdıqda ondan 40% kiçik olan ədəd alınır. X-dan 40% kiçik olan ədəd, yəni onun 60%-nə bərabərdir. X-in də 60%-ni necə tapırıq? X-i 60-a vurub 100-ə bölürük. Yəni 0.6 x-ə. Onda bunu keçirsən bu tərəfə x çıx 0.6 x bərabər olur 28-ə. Onda 0.4 x 28-dirsə, x də bərabərdir 70-ə. İndi bu deyir, bu ədədin rəqəmləri hasili 0-a bərabərdir. Doğru cavab olur B variantı. Daha sonra 6 saatın 6'da 5 hissəsi neçə dəqiqədir? 6 saat 360 dəqiqədir. Onun 6'da 5 hissəsi eləyir 300 dəqiqə. Yəni C variantı. Daha sonra 7 rəqəmli ədədin, burada ədədin neçə rəqəmli olmasının önəmi yoxdur. Əgər yüzlük mərtəbəsindən söhbət gedirsə, yüzlük, onluq və təklik yazırıq. Yüzlük mərtəbəsi 5 vahid artıranda ədəd 500 vahid artır. Onluq mərtəbə vahidini 6 vahid azaldanda ədəd 60 vahid azalır. 500-dən 60 çıxanda 440. Əgər müsbət 440 almışamsa, deməli burada artma var. Yəni 440 vahid artar. C variantı. Daha sonra bundan sonraki suallar sırf sertifikasiya imtahanına hazırlaşan müdavimlərdə öz əksini tapıb. Deyir, verilmiş müqayisələrdən hansı yanlışdır? Məsələn, B variantı doğrudur. Çünki ədədin neçə dənə sayı önəmli deyil. Onluq kəsrləri müqayisə aparanda 2, 2, 7, 7, burada da 7, burada da 7. Bundan sonraki 7'dir, bundan sonraki 8'dir. Bu daha böyükdür. Bu doğrudur. Bizə yanlış olanı istəyir. 15'də 7 kəsri 15'də 4 kəsrindən daha böyükdür. Bu da doğrudur. 0,25 litri elə bilin ki, litrin 4'də 1 hissəsidir. Yəni minin 4'də 1 250 millilitrdir. Onda 350 daha böyükdür. 5 desimetr 20 millimetrdə 520 millimetrdir. O da 502'dən daha böyükdür. Bu da doğrudur. Amma 4 metrim 400 belə deyək, santimetrdir. 402 santimetrdir. Amma yazıb 402 millimetr. Bu səhvdir artıq. 402 santimetrdir. D variantıdır. Daha sonra
Deyir, radiusu 5 sm olan 3 dairəni yanaşı qoysaq, onların diametrləri cəmi neçə olacaq? Radiusu 5-dirsə, deməli, birinin diametri 10-dur. 3 dənə dairəni yan-yana qoysaq, diametrlər cəmi 30 olacaq. Doğru cavab olacaq Y variantı. Daha sonra, burada x-i tapmaq üçün əvvəlcə 1121-dən, deməli 1121-dən çıxmalıyam 865-i. Bu da eləyir 256. Onu da bölməliyəm 32-yə ki, x-i tapım. X-im olur 8. Deməli, x-im 8-dir. Sonra getirib x-i burada yerinə yazıram. 8-i vururam 142-yə. Bu da eləyir 1136. Yəni A variantı. Daha sonra, baxaq 49-cu sualı. Uzunluğu 60 cm olan məfdili əgərək kvadrat düzəltdilər. Yəni, uzunluğu 60 cm idi, yəni perimetri. Onda tərəfi 15-15-dir. Deyir, alınan kvadratın sahəsi 15 vur 15, 225-dir. Onun da 4 misli olur 900, yəni D variantı. Daha sonra, deyir, ədədi 4-ə böldükdə natamam qismət qalığın ən kiçik qiyməti. Əgər bu qalığı bölmədirsə, qalıq ən azı 1 olacaq. Qalığın ən kiçik qiyməti 1-dir, ondan 5 dəfə böyüdür natamam qismət. Demir daha qalıq 1-dir. Deyir, qalıq isə mümkün qalıqların ən böyüyüdür. Mümkün qalıqların ən böyüyü 3 ola bilər olsun. Çünki bölən həmişə, belə deyək, bölən həmişə qalıqdan böyük olmalıdır. Qalıq da böləndən kiçik olmalıdır. Onda x-i tapmaq üçün 4-ü vururam 5-i, üstünə 3 gəlirəm, eləyir 23. Bu ədədlərin cəmi tapın, rəqəmlər cəmi edir 5. Doğru cavab olur B variantı. Bu da sonuncu sual idi. Deməli, bu qədər riyaziyyat suallarını izah, hətta belə deyək, qeyd edirdim variantda ki, axırda nəticəmizə də baxaq 25-də 25. Deməli, kim ki, ödənişsiz sınaqlarda iştirak eləmək istəyirsə, 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilər. Və qeyd eləmək istəyirəm ki, artıq təkrar qruplarımız yəni başlayır. Kim ki imtahana hazırlaşmaq istəyirsə, güclü bir baza formalaşdırmaq istəyirsə, bizim təkrar qruplarımızda iştirak edə bilər dərslərində. Təkrar qruplarımız Zoom dərsləri keçirilir, Zoom proqramı ilə canlı formada. Kimlər ki maraqlanır, 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilərsiniz. İnşallah növbəti video izahlarda görüşənə qədər sağ olun, salamat qalın.